Birləşmiş Ştatların Dövlət Departamenti və Beynəlxalq İnkişafı Maliyyələşdirilməsi Korporasiyasının nümayəndələrinin gəlişi həm də baxın zaman baxımından hansı dövrə təsadüf eləyir. Bu 7 iyun parlament seçkiləri öncəsi, yəni bir aydan da az qalıb seçkilərə. Bəli. Bu həm də rəsmi Vaşinqtonun indiki deməli Ermənistandakı hakimiyyəti, indiki iqtidarı Paşinyan hökumətini seçkilərdə dəstəkləməsi anlamına gəlir. Fikir verdiniz, mayın 4-ü 5-də Avropa Siyasi Birliyinin İrəvanda zirvə görüşü keçirildi. Onun 5 mayda artıq ilk dəfə tarixdə Avropa İttifaqı Ermənistan deməli samiti keçirildi. Avropanın demək olar ki, əksər liderləri Ermənistan paytaxtına gəldi. Bu əslində qarşıdakı seçkilərdə Paşinyana dəstək anlamını ifadə edir. İndiki bu gəliş Birləşmiş Ştatların yüksək dövlət vəzifəli şəxslərinin Ermənistana gəlişi bu həm TRIP layihəsinin qarşısının alınmaz olduğu, bu prosesdə pauzanın olmadığı, Birləşmiş Ştatların bu məsələ israrlı olduğunun ifadəsi olduğu kimi eyni zamanda da seçkilərdə ABŞ-ın Ermənistandakı bugünkü siyasi rəhbərliyi dəstəkləməsi anlamına gəlir. Sujetdə də qeyd olundu ki, TRIP layihəsinin əleyhtarları kimlərdir? Əleyhtarları revanşistlərdir və xüsusilə də Hayastan Partiyasını, Ermənistan Partiyasını təmsil edən deməli hərbi cani Ermənistan keçmiş deməli prezidenti Köçəryandı. Samvel Karapetyandı. O bilirsiniz ki, Ermənistanda hakim partiya. Paşinyana müxalif olan kəslər. Müxalif qüvvələrdir, amma real vəziyyət başqa şeydir. Bax, gəlin Ermənistandakı seçki qabağı vəziyyəti təhlil edək. 24,3% son reyting deməli göstəricilər açıqlandı. Hakim deməli partiyanın, Paşinyanın partiyasının bu seçkilərdə Mülki Müqavilə Partiyasının seçkilərdə qalib gəlmə şansı yüksək qiymətləndir. 24,4%. Ondan sonra ikinci yerdə gəlir Güclü Ermənistan Partiyası, Samvel Karapetyanın, bu milyarderin eyni zamanda onun ev dustaqlığı da var, yeri gəlmişkən deyim, və hakimiyyətə zorla ələ keçirməkdə belə ittiham olunur. Onun partiyası 2 dəfə az, təxminən 11,3% göstəriciyə malikdir. Köçəryanın partiyasının 5,5% çox aşağı göstəriciyə malikdir. Təxminən 5 dəfədən çox Paşinyan onu üstəlik reytingi baxımından və belə olan vəziyyətdə Avropa İttifaqı və ABŞ-dan gələn dəstəkləri də üst-üstə gəlsək və xüsusilə də Azərbaycan prezidenti Cənab İlham Əliyev ki, Zəngilana bu səfəri zamanı çox ciddi bir mesaj göndərdi. Həm revanşistlərə, həm onları müdafiə edənlərə, eyni zamanda Ermənistan ictimaiyyətinə söylədi ki, bizim Ermənistan torpağında gözümüz yoxdur. Bizim Ermənistan ərazisinə daxil olma niyyətimiz yoxdur. Bizim niyyətimiz sülhdür. Biz bu sülhün təşəbbüskarıyıq. Biz ərazi bütövlüyümüzü bərpa etmişik, suverenliyimizi bərpa etmişik. Bundan o yana heç bir niyyətimiz yoxdur. Və bu mesaj ardınca başqa bir mesajla ünvanladı ki, bizim bir halda Ermənistanla münasibətlərimiz dəyişə bilər ki, Ermənistanda revanşistlər hakimiyyətə gəlsin, Azərbaycana qarşı təxribatçı addımlar atsınlar. Bax, onda erməni xalqının başı qeyri qaldı olacaq. Onda erməni xalqının başı möhkəm ağrıyacaq. Deməli, erməni xalqı nə etməlidir? Revanşistlərin hakimiyyətə gəlməsinə imkan verməməlidir. Yəni, bu həm də Azərbaycan prezidenti əvvəllər də çıxışlarında söyləyib. Məsələn, yadınızdadırsa 2020-ci ildə biz tarixi zəfər imza atarkən Cənab Prezidentin məşhur bir ifadəsi oldu, elə Şuşadan. Mesaj verdi ki, Azərbaycanın şanlı ordusu heç də deməli Paşinyanın deyil, Köçəryanın və Sarkisyanın ordusunu darmadağın eləyib. Paşinyan dünənin məhsuludur. Onların ordusunu məhv eləyib, onların ordusunu təslim eləyib. Bu həm də o deməkdir ki, yəni bu Cənab Prezidentin o təxribatçı qüvvələri, revanşist qüvvələri mesajı idi və həm də erməni ictimaiyyətinin mesajıdır. Ermənistanı müdafiə edən qüvvələrə Cənab Prezident Zəngilanda nə söylədi? Söylədi ki, bu günləri Avropadan gəlib liderlərdən özünü qəhrəman elan edir Ermənistanda. Qəhrəman kimi danışır. Güya ki, o olmasaydı, onun fəaliyyəti nəticəsində Azərbaycan Ermənistan ərazisinə müdaxilə etməyib. Ki, o olmasaydı, biz bunları edərdik. Və onlara xitabən söylədi ki, 2020-ci ildə də hakimiyyətdəydiniz, 2023-cü ildə də hakimiyyətdəydiniz. Biz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik. Ermənistan
Ermənistanın separatizmin kökünü kəsdik. Bəs onda niyə siz Ermənistanı müdafiə edə bilmədiniz? Siz boş-boş danışmaqdan, cəfəngiyat söyləməkdən, boş boğazlıdan başqa işiniz yoxdur. Və yeri gəlmişdən onu söyleyeyim ki, həmin şəxslərdən biri Emmanuel Macron'dur, Fransa prezidenti. Bugün Emmanuel Macron'un reytingi 11%-dən aşağıdır. Bu 5-ci Respublikanın tarixində ən aşağı göstəricilərdən biridir. Gedib öz halına, öz ölkəsinin problemlərinin həlli ilə məşğul olmur. Pensiya islahatı keçirmək istədi, bütün Fransaya qalxdı. Kes pensiyacılarının bir problemlərinin dərdi ilə məşğul ol. Gəlib bu yandan deməli Cənubi Qafqazda Afrikadan qovulmuş, dənizarxası ərazilərdən qovulmuş Macron indi gəlir Cənubi Qafqazda özünə istinad nöqtəsi axtarır. Bunlar keçməz. Vaşinqtonda tarixi razılaşmalar əldə edilib. Azərbaycan prezidenti Cənab İlham Əliyev, Ermənistan baş naziri Paşinyan və Birləşmiş Ştatların prezidenti Cənab deməli Trump'ın imzası ilə bilirsiniz ki, bir bəyanat da ortadadır və eyni zamanda Xarici İşlər nazirlərimiz müqaviləni həm də paraflayıblar və belə olan təqdirdə dövlətimizin başçısının təbirincə desək, bizim üçün müqavilənin paraflanmasından daha vacib, daha önəmlisi sülh prosesində praktiki addımların atılmasıdır. Onlar da atılır. Etimad mühiti formalaşır. Vətəndaş cəmiyyəti ünsürlərimiz təmasdadır. Ermənistana olan bütün tranzit yüklərinə məhdudiyyətləri götürmüşük. Deməli, bu günləri dövlət başçıları səviyyəsində, parlament sədrləri səviyyəsində görüşlər keçirilir və etimad mühiti möhkəmlənməkdədir. Və eyni zamanda da bu TRIP layihəsinin reallaşdırılması və o istiqamətdə atılan addımlar birbaşa sülh prosesinin davamıdır, onun məntiqi nəticəsidir və bu baxımdan 2026-cı il tarixə sülh ili kimi daxil ola bilər. Aydın.